Hamıya salam, kanalıma xoş gəlmisiniz. Bu gün sizə sandıq hiləsi haqqında danışmaq istəyirəm. Sandıqlar necə asan jeton çıxartmaq olar, bu gün sizə onu göstərəcəm. Hiləyə başlamazdan əvvəl ilk öncə bura giririk, ayarlar və gizlilik. Burada yer açına basırıq və ön bəlləyi təmizləyə basırıq. Bunu etdikdən sonra sizdə sandıqdan jeton çıxmanın ehtimalı artacaq və sizdə donmalar azalacaq. Sandıq hiləsini etmək üçün ilk öncə sandıq tapıb gəlirəm. Gördüyünüz kimi belə bir sandıqdır. Bundan jeton çıxartmaq üçün nə etməliyik? Birinci TikTok'dan çıxırıq. Burada ayarlar yerinə giririk. Ayarlarda birinci ek ayarlara giririk. Daha sonra tarih və saat. Sonra ayarlardan çıxırıq və TikTok'u iki yerə bölürük. İki yerə bölmək hər telefonda olmalıdır. YouTube'a yazsaz tapa bilərsiniz. İki yerə böldükdən sonra iki dənə telefon olur. Yuxarı sandığı qoyuruq. Aşağıya isə saat yerini qoyuruq. Burada saat 37'ye qoyuruq, ya 3 dəqiqə qabağa. Amma kələ tamama basmırıq, belə gözləyirik. Sandığın vaxtı birdən sıfıra keçəndə birinci tamama basırıq, sonra isə sandığı açırıq. Və gördüyünüz kimi jeton çıxır. Siz də yoxlaya bilərsiniz tək telefonun sandıq hiləsini. Alındısa yorumlarda paylaşa bilərsiniz. Bu tək telefonun sandıq hiləsi idi. Cüt telefonun sandıq hiləsinin gəlməyini istəyərlər. Video like atsın. 100 abunədə isə sizinlə cüt telefonun sandıq hiləsini paylaşacağım. Video bu qədər idi. Sağ olun.